Müsəlman qardaş və bacılarımız qurban kəsməyin şərtləri barədə soruşur. Əvvəla qeyd edək ki, qurban kəsmək qurbanlıq günündə vacibdir. Allah Subhanahu taala buyurur: "Fəsalli rabbikə vənhər." Rəbbinə ibadət et və qurban kəs. Əmrdir bu. Hər ibadətin özünə məxsus şərtləri olduğu kimi qurbanın da özünə məxsus şərtləri var. Qısa şəkildə qeyd edəcəyik. Qurbanlıq heyvanı onu kəsmək istəyən adamı mülkündə olmalıdır, yəni ona sahib olmalıdır. Ona məxsus olmayan bir heyvanı, yəni məsələn haram yolla əldə etmiş və ya qəsb etmiş, oğurlamış və s. qurbanı kəsmək Allah tərəfindən qəbul olmur. Allah pakdır və pak olanları qəbul edir. Səhih hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem bizə belə xəbər verib. İkinci şərt, qurbanlıq heyvanı şəriətin buyurduğu heyvan cinsindən olmalıdır. Qoyun, yəni xırda buynuzlu, iri buynuzlu və dəvə cinsindən. Üçüncü şərt, qurban heyvanın şəriətin buyurduğu yaşda olmalıdır. Qoyun 6 aydan yuxarı, keçi 1 yaşdan yuxarı, öküz 2 yaşdan yuxarı, dəvə 5 yaşdan yuxarı olmalıdır. Dördüncü şərt, qurbanlıq heyvanı qüsursuz olmalıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qurbanlıq heyvanında bu 4 qüsurdan biri olmamalıdır. Açıq-aşkar çəpgöz və ya təkgöz olmamalı, ha belə xəstə, axsaq və bir də çox arıq olmamalıdır. Qeyd etmək lazımdır ki, bu qüsurlar və bundan daha betəri buna aiddir. Yəni, məsələn, qurbanlıq heyvan tamamilə kör olması, yaxud ayaqlarından birinin tamamilə olmaması, ha belə küt alətlə vurularaq, hündür yerdən yıxılaraq, yaxud buynuzlu heyvan tərəfindən buynuzlanaraq və ya yırtıcı heyvan tərəfindən yırtılaraq, parçalanaraq zədələnmiş olmamalıdır. Bunlar qadağan olunanlardır. Qurbanlıq heyvanında məkruh, yəni bəyənilməyən vəsflər də var. Bunlar da, məsələn, qulağının bir qismi yaxud tam kəsik olmamalıdır, buynuzsuz olmamalıdır, gözlərinin çox zəif görməməsi də bura aiddir, burnun, dodağın, cinsiyyət orqanının kəsik olmamasıdır. Bütün bunlar bəyənilməyən əməllərdir. Bu şərtlərə riayət edərək qurbanlığınızı kəsin ki, Allah Subhanahu taala sizin kəsdiyiniz qurbanlığı sizdən qəbul etsin, əziz müsəlmanlar.